Kimlər soruşar? Bilməyən insanlar soruşar. Və zehnimə gələn də bu idi siz danışanda ki, Allah Taala bilməyən insanlar soruşar da. Bəzi yerlərdə Allah Taala da soruşub, sual verib. Məsələn, Allah Həzrəti Musa peyğəmbərə sual verir. Və ma tilkə biyəminikə ya Musa. O yanındakı nədir? Musa peyğəmbər ki, münacata gedirdi Allahla. Əsası da yanında idi, qoymuşdu, diz üstündə oturmuşdu, Allahla münacat edirdi, danışırdı, dua edirdi. Allah birdən soruşdu ki, və ma tilkə biyəminikə ya Musa. Ay Musa, sənin yanındakı nədir? Əlindəki nədir və yaxud? Həzrət Musa peyğəmbər də başladı onun üçün danışmaq. Qalə hiyə əsayə, ətəvəkkəhu əleyha və əxuşşu biha əla qənəmi və liyə fiha məaribu uxra. İlahi, bu mənim əsamdır, çomağımdır. Mən bunu ilə söykənirəm buna, dayananda buna söykənirəm. Heyvanlarımı bunu ilə gəzdirirəm, otarıram və yaxud yarpaqlarını qırıb ağacını tökürəm ondan sonra və bunu ilə başqa digər işlər görürəm. Belə bir cavab verdi. Sonra Allah Teala əmr elədi ona ki, ay Musa, at onu bir dənə yerə. Atandan sonra çevrildi, oldu bir dənə böyük bir ilan, canlı bir ilan. Həzrəti Musa peyğəmbər qorxdu. Allah buyurdu ki, qorxma, tut onu. Tutandan sonra qayıtdı yenə də həminki vəziyyətinə oldu əsa. İndi söhbət burada nədir? Allah Teala məgər bilmirdi ki, Musa peyğəmbərin yanında əsadır, çomaqdır. Niyə görə soruşdu? İndi bu niyə görə sualını vermək əslində Quran-ı Kərimin həm üslubunu, həm də oradan olan mətləbləri anlamaqdır. Ki, insan bunu bilmək üçün, məsələn, gedər soruşar zikr əhlindən. Hələ o ayəni də sonra tamlığı ilə yenə də yerinə yetirmiş olur, gedib soruşursan. Yaxşı, indi bunun elə demişik, cavabı da elə bildiyimiz qədər cavabında əlavə eləmək istəsəniz, buna da əlavə eləyərsiniz inşallah. 3 dənə məsələn orada məsələ var. Allah Teala birincisi, təbii ki, hər bir şeyi bilir. Hər şeyi biləndir. Sual verməkdə biz bilirik ki, məqsədi var. Amma məqsəd bizə maraqlıdır ki, niyə görə Allah Teala sual verdi, soruşdu. Birincisi budur ki, Allah Teala öz bəndəsinin onunla, Allahla danışmasından öz dilimizdə deyək, xoşu gəlir. İstəyir ki, danışdırsın bəndəsini. Allah istədi ki, Həzrəti Musa peyğəmbər onu ilə danışsın. Bu misalını da demək olar da, evdə körpə uşağı olanlar bilirlər ki, uşaq dil açmağa başlayanda valideyn ondan bir dənə kəlmə deyir də, məsələn, ata ya ana, ya nənə ya baba, bilirlər ki, bunu deyir də, bundan başqa söz deyə bilmir. Bir gündə bəlkə 300 dəfə, 500 dəfə soruşurlar ondan ki, desin. Niyə görə? Çünki onlar üçün şirindir. Valideynlər üçün şirindir uşağın danışması. Aləmlərin Rəbbi üçün də bəndəsi onu ilə danışması məcazi mənada təbii ki, şirindir. İstəyir Həzrəti Musanı danışdırsın. Həzrəti Musa da maşallah danışdı da ayənin sonraki sözlərində gəlir. Bu bir tərəfi, Allahın soruşmaqda məqsədi, yəni Həzrəti Musanı danışdırmaq üçün soruşurdu. Nəinki bilməyib bir şeyin cavabını bilmək üçün. İkinci mənası budur ki, Allah Teala Həzrəti Musaya öyrənmək üçün yox, öyrətmək üçün soruşurdu. Yəni, nə mənada? Məsələn, uşaq götürür, telefonla oynayır. Oyuncaq kimi oynayır. Amma valideyni görür ki, yox, salıb sandıracaq, başqa cür oynayır bunu ilə, oyuncaqdan başqa cür istifadə edir. Götürür ki, balam, bilirsən bu nədir? Əslində özü bilir də bu telefondur. Yəni başa salmaq istəyir. Sonra izah edir onun üçün ki, hə bax bu, məsələn bununla telefon danışıqları olur, bununla sosial şəbəkələrdən, nə bilim filan işlərdən istifadə edir. Bu cür funksiyaları var. İzah edir onun üçün. Allah da Həzrət Musadan soruşdu ki, yanındakı elə belə bir şey deyil. Ha, sən elə bilirsən ki, bir ağac parçasıdır. Əslində elə belə bir şey deyil. At bir dənə onu yerə görəcəksən nə oldu. Atır yerə çevrilir, olur əjdaha. Sonra deyir ki, tut filan belə. Yəni, öyrətmək istəyirdi Həzrəti Musaya ki, bu ağac elə belə bir ağac parçası deyil, sadəcə əsadan ibarət olan bir ağac deyil. Və üçüncü məsələsi də budur ki, əslində çox şeylər var burada. Və üçüncüsü də əsas hədəf budur ki, Allah Teala Həzrəti Musaya simvolik bir, yəni rəmzi mənada bir şey çatdırmaq istəyirdi. Əslində, insanın nəfsinin istəklərinin bir əjdaha kimi, əgər insan nəfsinin istəklərini boş buraxarsa, cilovunu boş buraxarsa, çevrilib əjdaha olması barəsində demək istəyir. Yəni, baxın bir dənə, Həzrəti Musa Allah soruşandakı yanındakı nədir? Cavabına bir dənə baxın,
qalə hiyə əsayə ətəvəkkəhu əleyha. Bu mənim əsamdır və mən ona söykənirəm. Nəfsinin istəyini dedi. Heyvanlarım üçün yarpaq qırıb tökürəm. Yenə nəfsinin istəyidir. Bununla başqa-başqa işlər görürəm. Yəni bu Həzrət Musanın cavabında nəfs istəyi var. Allah Taala dedi ona ki, bir dənə nəfsi boş burax, bir dənə at onu yerə. Atandan sonra çevrildi oldu əjdaha. O əjdaha ki, Həzrət Musanı çevrilib uda bilərdi. Uda bilərdi. Ondan sonra Allah Taala buyurdu ki, indi tut onu. Yəni nəfsi bu tut, cilovla, kontrol altına al yenə. İndi orada da Allah Taala demək istəyir Həzrət Musa peyğəmbər ki, insanın nəfsi bax, nəfs gör necə bir şeydir ki, insanın özünü uda.